Bismillahirrahmanirrahim. Bir işə məcbur etməyin ziyanı barəsində Əmir əl-Möminin əleyhissalam buyurmuşdur. Həqiqətən qəlblərin istəmək, üz tutmaq və üz döndərmək xüsusiyyətləri var. Buna görə də meylsizlik və istək olmayan yol ilə deyil, istək və üz tutmaq yolu ilə onlara tərəf gəlin. Yəni, onları həmin hallarda olanda işə vadar edin. Çünki qəlb bir işi görməyə məcbur ediləndə körlaşır, yorğunlaşıb, acizləşərək onu düz yerinə yetirmir. Allah özü bu işdə hər birimizə kömək olsun inşallah.